maddiyyat baxımından, yəni çox da yaxşı deyildi və evdəkilərin durumunu görürdüm. Özüm də elə hiss edirdim ki, mən elə bil əlavə yükəm də elə bil ki, qərara gəldim ki, işləməyi, həmin o futbolsuz qaldığım müddətdə işləmək istədim ki, ən azından evə biraz mənim də köməyim olsun. Mən də evə də qayıtdım, dedim ki, artıq istəmirəm futbol oynamağı. Restoran var idi, orada ofisant kimi çalışmağa başladım. İlk işə çıxdığımda belə ağ köynək belə geyinmişdim. Saçım da biraz uşaq idi, cavan vaxtlarım uşaq idim da. Saçım belə uzun, belə oranın da həmin o restoranda yiyəsi var idi. Gəldi belə məndən belə aşağılamış kimi belə bir danışıq ki, bu nə saçlar belə, saçımı qıxdırdı, belə elədi. Mənə belə çox belə dəydi də o söz belə. Dedim, həqiqətən də pul qazanmaq, bu dövrdə ayaq üstə qalmaq çox çətindir. Elə oldu ki, mənə bir dənə zəng gəldi. Axşam hardasa, indiyənə kimi yadıma gəlir, 11-12 civarındaydı ki, bəs Qarabağ Futbol Klubundandır. Rəşad Sadıqov sabah səni öz komandasında görmək istəyir, sabah səni məşqə çağırır. Mən də belə, necə belə şok vəziyyətindəyəm ki, mən futbol oynamıram, belə elə, yəni mən nə olacaq da bu, mən heç vaxt futboldan ayrıyam. Mənə qayıt dedi ki, mən səni çoxdan da izləyirəm, sənin oyununu bəyənirəm, istəyirəm ki, mənim komandamda olasan, amma xarakterində dəyişikliklər eləməlisən. Mənim sənin haqqında fikrim böyükdür. Həqiqətən səndən böyük bir futbolçu ola bilər. Səndə bu potensial var, sənin bu potensialı mən görürəm. Heç istəmə məni qabaqcadan da Rəşad Sadıqov izləyirmiş. 15-16 yaşım var idi.